Astoria Mənzil Tikinti Korporativi təşkilati hüquqi formasını dəyişərək məhdud məsuliyyətli cəmiyyətə çevrildiyini elan edib. Yenavaz.com xəbər verir ki, 2004-cü ildə dövlət qeydiyyatına alınan Astoria MTK-nın nizamnamə kapitalı 50 manat təşkil edir. Qeyd edək ki, Yasamal rayonu İsmail Bəy Qutqaşınlı ev 52 ünvanında qeydiyyatda olan MTK-nın qanuni təmsilçisi Sadıqov Fərid Akifoğludur. Məlumat üçün bildirək ki, Astoria MTK-nın qanuni təmsilçisi Fərid Sadıqovun adı mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri Ameyanın keçmiş prezidenti Ramiz Mehdiyevin ailə üzvləri ilə biznes ortaqlığında keçib. Bildirilir ki, Fərid Sadıqov hazırda Astoria Tibb Mərkəzi MMC-yə rəhbərlik edən Ramiz Mehdiyevin kürəkəni Milli Məclisin 4-cü çağırış deputatı İlham Əli Səfdəroğlu Əliyevlə şərikli biznesi sahibi olub. Onu da qeyd edək ki, Astoria Tibb Mərkəzi MMC-nin hüquqi ünvanında Yasamal rayonu Landau ev 6 ünvanında qeydiyyatda olan THN MMC-yə də vaxtı ilə Fərid Sadıqovun rəhbərlik etdiyi bildirilir. Fərid Sadıqova 2015-ci il aprelin 10-da Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsi 16 saylı ünvanında baş verən yanğına görə şərti cəza verilib. Binadakı yanğına səbəb kimi THN şirkəti tərəfindən binanın fasadına vurulan poliuretan materialı göstərilib.